3+3 regional əməkdaşlıq platformasının İstanbul görüşü. Cənubi Qafqaz ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin toplantıları ilə bağlı proses ləng gedir. Buna səbəblər var. Rusiya ilə Gürcüstan, Azərbaycanla Ermənistan arasında olan mövcud vəziyyət. İstanbulda 3+3 formatı çərçivəsində Xarici İşlər Nazirlərinin iclası keçiriləcək. Regional əməkdaşlıq formatı Cənubi Qafqazın 3 ölkəsi Azərbaycan, Ermənistan, Gürcüstanla İran, Rusiya və Türkiyənin birgə əməkdaşlığını nəzərdə tutan dialoq platformasıdır. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü bu təşəbbüsü İranla Rusiya da dəstəkləyir. Lakin formatın ləngimasında əsas maneələr Azərbaycan, Ermənistan və Rusiya-Gürcüstan münasibətlərinin indiki vəziyyətidir. Son dövrlər Moskva-Tbilisi münasibətlərində müsbət əlamətlər sezilsə də, Gürcüstan bu dəfə də 3+3 iclasından imtina edib. Hələlik o format çərçivəsində əsas yer dialoq tutur. Tərəflər ziddiyyətlərə baxmayaraq dialoq qursunlar və o dialoq çərçivəsində təhlükəsizlik və mövcud problemlərin həllini axtarsınlar. Yəni kənar qüvvələrin gəlib burada müdaxilə etmək, öz hansısa bir maraqların əlavə etmək problemlərin həllinə hesablanmayıb, əksinə olaraq ziddiyyətləri konservasiya edib saxlamağa. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova da ölkəsinin 3+3 formatını Cənubi Qafqazda sülhün açarı kimi gördüyünü deyib. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülhə, sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin iqtisadi, nəqliyyat, logistika və mədəni humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük. Ekspertlərin fikrincə regional əməkdaşlıq formatı bölgədə bütün nəqliyyat layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına töhfə verə bilər. 3+3 formülü ilə Kafkaslarda kalıcı barışla alakalı olarak Batı'nın Gürcistan ve Ermenistan'a yerleşmeye çalışması, yani Amerika Birleşik Devletleri ve Avrupa Birliği ülkelerinin Kafkaslar bölgesine karşı hamleleri bu barışın en büyük engeli olarak değerlendirilmelidir. Bununla beraber İran'ın Zengezur koridoruna karşı ön yargıları da bu görüşmelere ket vurmaktadır. Siyasi müşahidəçilərin fikrincə 3+3 formatının reallaşması bütün tərəflərin maraqlarını təmin edə bilər. Bu təşəbbüs regional təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılmasında böyük rol oynayacaq. Elə İstanbulda baş tutacaq görüşdən ən böyük gözlənti 3+3 formatı ilə bağlı fəaliyyəti artırmaqdır.